Çətinliyi artırılmış sınıflardan nömrə 5-in izahına baxırsınız. Birinci sual. Birinci sualda verilib ki, 500 ml 0,4 molyar sirkə turşusu məhluluna 0,16 mol saf sirkə turşusu əlavə olunduqda turşunun dissosiasiya dərəcəsi neçə faizdən 1%-ə qədər azalır? Demək, əvvəlcə biz birinci məhlulda, yəni 500 ml 0,4 molyar məhlulda neçə mol maddə olduğunu müəyyən edirik. Bunun üçün yazıram V bərabərdir 500 ml və bunu litrə çevirirəm 0,5 litr. Və məhlulun qatılığını verib 0,4 molyar. Buradan məhlulda olan maddənin mol miqdarını, hər ikisinin hasilini hesablamaqla tapıram. Bərabərdir 0,5 vurulsun 0,4. Bu da bərabərdir, edəcək 0,2 mol. Deməli, birinci məhlulda 0,2 mol sirkə turşusu olur. Sonra deyir ki, məhlula 0,16 mol saf sirkə turşusu əlavə olunub. İndi hesablayaq görək, əlavə olunduqdan sonra məhlulda neçə mol sirkə turşusu olacaq. 0,2 mol əvvəlki məhlulda olan sirkə turşusunun mol miqdarı və 0,16 mol isə sonradan əlavə olunan sirkə turşusunun molu və bunu topladıq, eləyəcək 0,18 mol. Deməli, son məhlulda 0,18 mol sirkə turşusu olacaq. Demək, sirkə turşusunun molyar qatılığını hesablayırıq. Yəni, məhlul qarışdırıldıqdan sonra alınan yeni məhlulun molyar qatılığını tapırıq. Bunun üçün 0,18-i məhlulun həcminə bölürəm və hesablayıram ki, bu edəcək 0,36 molyar. Osvaldin-Durlaşdırma qanununa əsasən, burada bizə deyir ki, deməli, turşunun dissosiasiya dərəcəsi neçə faizdən 1%-ə qədər azalar. Deməli, birinci məhlulun dissosiasiya dərəcəsini alfa 1 ilə işarə edək, ikinci məhlulun dissosiasiya dərəcəsini alfa 2 ilə və durlaşdırma qanununa əsasən məhlulların nisbəti bu düsturla müəyyən olunacaq. Və burada qiymətləri yerinə yazırıq. Alfa 1 bəlli deyil, bizə deyir neçə dərəcədən 1%-ə enər. Deməli, alfa 2-ni bizə 1 verir. Alfa 1 bölünsün 1 bərabərdir. Kök altında C2-ni biz müəyyən etdik 0,36. C1 isə əvvəldən verilmişdi. C1 0,4. Birinci məhlulun molyar qatılığı. Yəni, lap əvvəldə verilən 0,4. Və bunu da bölürəm 0,4-ə. Beləliklə, kök altında 9 alınır. Kök altında 9 da 3-ə bərabərdir. Deməli, alfa 1 bölünsün 1 nisbəti 3-ə bərabərdir. Yəni, birinci məhlulun dissosiasiya dərəcəsi 3-dən 1-ə azalıb. Doğru cavab 3, C variantı. İkinci sualda qeyd edib reaksiya tənliyi. Reaksiya tənliyini olduğu kimi yazın. Dəgəl Y və hər birinin qaz halında olduğu indekslərində qeyd olunur. Bizə deyilir ki, 1 litrlik qabda 2 mol X, 1 mol Y, 4 mol Z qazları tarazlıqdadır. Sabit temperaturda qabın həcmini neçə litrə dəyişsək, yeni tarazlıqda qabda 2 mol Y olar. Deməli, əvvəlcə var imiş 2, 1 və 4 mol. Hər maddənin mol miqdarını öz formulunun altından yazdım. Və biz bu qiymətlərdən istifadə edərək tarazlıqdadır qeyd edir. Ona görə tarazlıq sabitini hesablaya bilərik. KT bərabərdir 4-ün kvadratı, yəni məhsul bölünsün başlanğıc maddələrin qatılıqları hasili, yəni 2-nin kvadratı vurulsun 1. Və buradan tarazlıq sabitinin qiymətini hesablayırıq, 4-ə bərabərdir. Tarazlıq sabitinin qiyməti də temperaturdan asılıdır, temperaturdan asılı olaraq dəyişəcək, lakin şərtdə sabit temperaturda qeyd etdiyinə görə, yəni tarazlıq sabitinin qiyməti dəyişməyəcək, 4 qalacaq. Sonra bizə deyir, qabın həcmini, əvvəlcə qabı 1 litrlik qabda deyildiyinə görə biz elə bu mol miqdarların qatılıq kimi götürdük, çünki vahidə böləndə elə özü alınacaq. Ancaq sonra litr dəyişilib, yeni tarazlıqda qabda 2 mol Y olub. İndi biz görək, yeni tarazlıqda qabda 2 mol Y alınması üçün nə baş verəcək? Qabda hal-hazırda 1 mol Y var. Deməli, qabda 2 mol Y alınması üçün tarazlıq sola doğru getməlidir. Bu zaman Y-dən bir vahid, yəni qatılığı bir vahid artar. Bu zaman Y-dən 1 mol artırsa, təbii ki, X-dən ondan 2 dəfə çox artım baş verəcək. Çünki əmsalı 2-dir. 1 mol Y alınırsa 2 mol X alınmalıdır. Yəni 1 mol Y alınanda qabda 2 mol
Y yenidən alınmış olacaq və Z isə 2 moldan 1 mol Y alınır. Əmsalına əsasən 1 mol Y alınıbsa 2 mol Z sərf olunubdur. Ona görə burada Z-dən 2 mol azalma gedir. Yəni bu reaksiya sola doğru gedirsə Z-dən azalma, X və Y-dən isə uyğun olaraq artım baş verəcək. Və son olaraq görək qabda nə qaldı? Z əvvəl 4 idi, 2 mol azaldı, qaldı 2 mol. Y 1 mol idi, 1 mol da əlavə olundu, oldu 2 mol və X isə əvvəldə qabda 2 mol idi, sonradan yaranan da 2 mol olduğuna görə X-in qabda mol miqdarı 4 mol olacaq. Və bizə də KT verilibdir. Sadəcə indi həcm dəyişib. Həcm dəyişibsə biz molyar qatılığın düsturundan istifadə edərək qabın həcmini hesablaya biləcəyik. KT bərabərdir. Yenə də məhsul bölünsün başlanğıc yazmalıyıq və molyar bərabərdir nyu bölünsün V düsturuna əsasən hər birinin qatılığını ifadə etməliyik. Ona görə bu mol miqdarlarını V nyunun yerinə yazıb V-ni hesablayacaq. Yəni məhsulu surətdə yazmalıyıq. Məhsul Z-dir. Ona görə olacaq Z bölünsün, Z-in qatılığı bölünsün V. Elə qiymətini yazacağım uzun olmasın deyə. Z-in qatılığı 2-dir. Yazıram 2 bölünsün V-nin kvadratı. Əmsal 2 olduğuna görə kvadratı düşür. Və bölürəm başlanğıc maddələrin qatılıqları hasilinə. Başlanğıc maddə X-dir. X qabda 4 mol var. Ona görə 4 bölünsün V-nin kvadratı olacaq. Əmsal 2-dir. Vurulsun. İndi Y-i yazıram. 2 bölünsün V-nin qatılığı. Və biz də bilirik ki, bu reaksiyanın tarazlıq sabiti bayaq hesablamışıq, 4-ə bərabərdir. Bu ifadəni həll edib, sadələşdirib, həll edib V-ni hesablayırıq və edəcək 32. Üçüncü sual oleum məhluludur. Oleuma aid məsələdir. 314 qram SO3 və 36 qram sudan neçə faizli oleum məhlulu hazırlamaq olar? Birinci onu qeyd edim ki, oleum SO3-ün, yəni kükürt trioksidinin sulfat turşusundakı məhluludur. Bu məhlulda su yoxdur. Həlli olan kükürt trioksid, həlledici isə sulfat turşusudur. İndi şərtə əsasən bu şərtdə 36 qram su var. Deməli, birinci SO3 suda həll olub H2SO4 verəcək və SO3-ün artıq sulfat turşusu məhlulunda həll olaraq oleum məhlulu yaradacaq. Biz birinci olaraq hesablamalıyıq ki, 36 qram su neçə qram kükürt trioksidi həll edər. SO3 üstəgəl su H2SO4 alınır. 36 qram su neçə qram SO3 həll edər? 80 qram nisbi molekul kütlələrini yazıram. 18 qram su ilə. Buradan X-i hesablayırıq. 2 dəfə çoxdur deyə edəcək 160 qram. Deməli, şərtdə verilən 314 qram SO3-ün 160 qramı demək suda həll oldu. Qalanı, yəni 154 qramının həll olması üçün artıq su yoxdur. Ona görə bu qədər SO3 məhlulda artıq qalmış olacaq. Və neçə faizli oleum deyir? Ona görə biz omega SO3, yəni sulfat turşusu və SO3 məhlulunda SO3-ün kütlə payını hesablayırıq. SO3 154 qram oldu və məhlulun ümumi kütləsini hesablayırıq. Məhlulun ümumi kütləsi əvvəlcə 314 qram və 36 qram su qarışığından yarandığına görə məhlulun kütləsi bu ikisinin cəmi qədər olacaq. Yəni, vurulsun 100. Bu da 154 bölünsün 350, vurulsun 100 və hesablayırıq, edər 44%. Doğru cavab 44. D variantı. Dördüncü sualda turşu və əsas reaksiyası verilib. Hər ikisindən alınan duzun kütləsi verilib və bizdən turşunun əsaslılığı istənilir. Qeyd olunan turşu HNY əsaslılığı bəlli deyil. Üstə gəl metal OH 2 dəfə. Metalın valentliyi burada bəllidir, 2 valentlidir. Alınacaq duz, hələ duzun formulunu düzəltmirəm, çünki metalın 2 valentli olduğunu bilirik, amma Y-i bilmirik neçə valentlidir. Üstə gəl H2O. Neytrallaşma reaksiyası bilirik ki, turşu və əsasla gedir, duz və su alınması ilə nəticələnir. Və burada qeyd edib ki, HNY-in nisbi molekul kütləsi A, metal OH-ın nisbi molekul kütləsi A, duzun kütləsini isə 2A çıxılsın 36 verib. Biz bilirik ki, maddə kütləsinin saxlanması qanununa görə sol tərəf sağ tərəfə bərabər olmalı idi. İndi duzun kütləsi ikisinin cəmindən 36 qram azdırsa, bu o deməkdir ki, reaksiyadan 36 qram su ayrılır. 36 qram su da bəlli ki 2 moldur. 18-ə bölürük 2 mol. Deməli, reaksiyadan 2 mol su ayrıldığını müəyyən edirik.
2 mol su ayrılıbsa burada 4 hidrogen var. 4 hidrogenin ikisi əsasın tərkibindədir. Deməli, ikisi də turşunun tərkibində olacaq. N bərabərdir 2. Buradan N-i müəyyən etdik. Sonra eyni qayda ilə digər turşunun əsaslılığını müəyyən edəcəyik. Burada da metal OH2 verib HMX ilə reaksiyası. Burada da verir ki, burada alınacaq metal X, hər hansı bir duzdur bu. Demək, formulu yazım. Metal X, hələ formulu düzəltmirəm. Üstə gəl H2O. Burada da metal OH2-nin kütləsi, nisbi molekul kütləsini A verib, turşunun nisbi molekul kütləsini A veribdir. Duzun nisbi molekul kütləsini 5H-108 verib. 108 deməli burada suyun kütləsidir. Suyun neçə mol olduğunu müəyyən etmək üçün NuH2O bərabərdir 108 bölünsün 18. Bu edir 6 mol. Deməli reaksiyadan 6 mol su ayrılır. 6-nı yazıram suyun qarşısına. Və burada 5A-dan anlaşılır ki, reaksiyaya girən maddələrin molları cəmi 5A olub. 5 mol maddə reaksiyaya girib yəni. 5 mol maddə reaksiyaya giribsə, metalımız 2 valentlidirsə, deməli turşu onda 3 valentli olub. Çünki formul metal 2 valentlidir. X 3 valentli olub ki, formul metal 3, X2. Yəni 5 molun reaksiyaya girməsi üçün bu şərt olmalıdır. Və buradan reaksiyanı əmsallaşdırırıq. Metalın qarşısına 3 düşəcək. X turşu qalığı isə 2-dir. Deməli, onun qarşısına da 2 düşür. 2. Və reaksiyanın ayrılan suyun tərkibindəki hidrogenlərə əsasən əmsallaşdırırıq. 6 dəfə 2 12 hidrogen. 12 hidrogenin 6-sı əsasın içərisindədirsə, onda 6-sı da turşunun içərisində olmalıdır. Turşunun da əmsalı 2-dir. Yəni 2M bərabərdir 6 olmalıdır. M bərabərdir 3. Deməli, götürülən turşu 3 əsaslı olub. Beləliklə, N-i müəyyən etdik 2, M-i isə 3 müəyyən etdik. 5-ci sualda verilib ki, qrafikdə CO və N2-dən ibarət 1 mol qarışığa metan əlavə etdikdə orta molyar kütlənin əlavə edilən metanın mol sayından asılılığı verilib. X-i hesablayın. X mən baxıram nədir? Deməli, birinci anlamağa çalışırıq. Birinci qarışıqda var imiş CO və N2, orada kütlə 28 imiş. Sonra qarışığa həmən CO və N2-dən ibarət 1 mol qarışığa metan əlavə edildikdən sonra qarışığın orta molyar kütləsi azalıb 20 olub və bu zaman bizdən qazın mol miqdarını istəyir. Yəni, son nəticədə alınan qaz qarışığında olan qazların mol miqdarını. Bunun üçün düşünürük. Birinci nə var imiş? CO və N2-dən ibarət 1 mol qarışıq var imiş, 1 mol. CO-nun da molyar kütləsi 28-dir, azotun da molyar kütləsi 28-dir. Ona görə hansından neçə mol olmağın əhəmiyyəti yoxdur artıq, amma bilirik ki, cəmi 1 moldur. Orta molyar kütlənin düsturuna əsasən, deməli 1 mol CO və N2 qarışığı var imiş, ona görə 1 vur 28 yazıram. Üstə gəl, əlavə edilən metanın mol miqdarı bəlli deyil, ona görə onu mən A mol götürürəm, A mol metan və qarışığın deməli molları cəminə bölürəm. Bərabər edirəm 20-yə. Bu ifadədən istifadə edərək, həll edərək mən tapacam qarışıqda olan metanın mol miqdarını, əlavə edilən metanın mol miqdarını. Demək, 28 üstə gəl 16A bölünsün 1 üstə gəl A bərabərdir 20. Buradan 28 üstə gəl 16A bərabərdir 20 üstə gəl 20A. 8A 8A bərabərdir. 8 bərabərdir. Buradan 4A bərabərdir 8, A bərabərdir 2. A-nı 2 tapdım. Yəni, qarışığa əlavə olunan metanın mol miqdarı 2 mol olub. Bizdən isə son olaraq qabda olan qazların mol miqdarı istənilir. Başlanğıcda 1 mol idi. İndi də əlavə olunanın 2 mol olduğunu müəyyən etdik. Deməli, son olaraq qabda 3 mol qaz olacaq. Ona görə doğru cavab D variantı olur. 6-cı sualda həll olma əmsalı verilib məhlulun KH bərabərdir 400. Hansı ifadələr doğrudur? Qab təsvir olunub, qabda 250 qram 20% məhlul var və bu məhlula yenidən 40 qram duz əlavə olunubdur və bizdən hansı ifadənin doğru olduğu soruşulur. Bunun üçün birinci məhlulda nə qədər, qabın içərisindəki məhlulda neçə qram maddə olduğunu tapıram. 250 qram
100%-dirsə, bu məhlulun 20%-nə qədər olar. Bu elədir 50 qram. Deməli, başlanğıc məhlulda, qabda olan məhlulda 50 qram duz var. Su nə qədər var? Bunu da özümüz üçün müəyyən edirik. Bu 250 qramın 50 qramı duzdursa, yerdə qalan 200 qramı su olacaq. Su. Sonra bizə qeyd edir ki, məhlulun həll olma əmsalı 400-dür. 400. Həll olma əmsalı 400 o deməkdir ki, 1000 qram sudan maksimum 400 qram duz həll edilə bilər. Yəni, bu maksimum həll olmanı göstərir. Bizdə də suyun miqdarı 200-dür. Görək, bəs 200 qram suda nə qədər duz həll olmalıdır? Çünki bizdə məhlulda cəmi 200 qram su var. Və həll olma əmsalına əsasən hesablayırıq ki, maksimum burada 80 qram duz ola bilər. 80 qram duz. Görək bizdə nə baş verir. Birinci məhlulda var imiş 50 qram duz. Sonra da əlavə olunan duz 40 qramdır. Bərabərdir 90 qram. Buradan belə bəlli olur ki, deməli 80 qram 200 qram suda həll olduqda doymuş məhlul yaranır. Yəni, bu maksimum həll olmadır. Bundan artıq həll olma mümkün deyil. Birinci məhlulda 50 qram var idi, əlavə olunan 40 qramdır, birləşdikcə 90 qram olacaq. Buradan belə məlum olur ki, yəni bunun 80 qramı məhlulda həll olaraq doymuş məhlul yaradacaq. 10 qramı isə, çünki 80 çıxanda 10 qram qalır, 10 qramı isə çökəcək qabın dibinə. İndi yoxlayaq görək hansı ifadə doğrudur. Bizə deyir ki, məhlulun kütləsi 290-dır. Deməli, birinci məhlulumuz 250 qram idi. Düzdür, bura 40 qram duz əlavə olundu. Belə baxanda çaşdırıcı görsənə bilər. Deyərik, məhlul oldu 290. Amma 10 qram duz çöktü axı. 10 qram duz çöküb, məhluldan çıxıb. Deməli, məhlulun kütləsi 280 qram olacaq. Bu o deməkdir ki, birinci ifadə səhvdir. İkinci, ilkin məhlulda 50 qram duz var. Təbii, bunu bayaq hesabladıq. Burada göstərmişik. İlkin məhlulda 50 qram duz var. Üçüncü ifadəyə baxırıq. Məhlulun kütləsi 280 qramdır. Onu da artıq qeyd etdik. Məhlulun kütləsi 280 qram olacaq. Dördüncü ifadədə deyir ki, məhlulda 90 qram duz olmuşdur. Təbii ki, bu səhvdir. Dediyimiz kimi, məhlulda 80 qram su var, duz var, 80 qram. 10 qramı çöküb. Ona görə məhlulda 90 qram su var deyə bilmərik. Dördüncü ifadə yanlışdır. Beşinci ifadədə deyir ki, 10 qram duz həll olmayaraq çökmüşdür. Bu da elə bizim dediyimiz fikrin təsdiqidir. Deməli, bu ifadə də doğrudur. Belə çıxır ki, doğru cavab 2, 3, 5. 2, 3, 5 də B variantındadır. Doğru cavab B. 7-ci sual. 7-ci sualda reaksiyaya daxil olan maddələr NO və O2 verib. Reaksiyadan sonraki qaz qarışığının orta molyar kütləsi 40. NO tam sərf olunarsa B bölü A nisbətini müəyyən edin deyir. Deməli, birinci NO və oksigen arasında baş verən reaksiya tənliyini yazaq. NO üstəgəl O2. Qeyd edim ki, bu reaksiya öz-özünə gedir. Adi şəraitdə gedir. Reaksiyanı yazdıq, əmsallaşdırdıq və NO-nu A mol, oksigeni B mol veribdir. Reaksiyadan sonraki qaz qarışığının orta molyar kütləsini 40 verib. Və cədvəlin altında qeyd edir ki, NO tam sərf olunub. NO tam sərf olunubsa, deməli, oksigenden artıq qalır. Son qaz qarışığı oksigenden və NO2-dən ibarət olacaq. Son qaz qarışığı. Əgər son qaz qarışığı O2 və NO2-dən ibarətdirsə, biz orta molyar kütlədən istifadə edib oksigen və NO2-nin hansı nisbətdə, hansı həcm nisbəti də olduğunu müəyyən edəcəyik. Yuxarıdan yazım elə. O2, NO2, qaz qarışığı bu ikisindən ibarətdir. Oksigenin kütləsi 32, NO2-nin isə nisbi molekul kütləsi 46-dır. Orta molyar kütləni də bizə 40 verir. Böyükdən kiçiyi çıxırıq. Burada qaldı 6. 40-dan 92-ni çıxırıq 8. Və 6 ilə 8-i də 2-yə ixtisar aparaq qaldı 3-ün 4-ə nisbəti. Deməli, son qaz qarışığında oksigenlə NO2-nin həcm nisbətləri 3-ün 4-ə nisbəti kimidir. Bizə, demək, indi nəyi müəyyən etməliyik? Bizə son olaraq soruşur ki, B böl A nisbətini müəyyən edin deyir. NO tam sərf olunubdur və 4 mol NO2 alınıb. 4 mol NO2 alınıbsa, reaksiya tənliyinə fikir verin. 2 mol NO, 2 mol NO2 verir. İndi 4 mol NO2 alınıbsa, deməli, NO-nun da sərf olunanı 4 mol olub. Bu deməkdir ki, NO-nun başlanğıc qarışıqdakı miqdarı elə 4 mol olub. A bərabərdir 4 mol. 4 mol NO2. Bunu müəyyən etdik. İndi hal-hazırda qarışıqda 3 mol oksigen var. Yəni nisbəti deyirik, 3-ün 4-ə nisbəti olduğuna görə
Burada 3 mol oksigen artıq qalandır, artıq. Görək bəs oksigenin nə qədər reaksiyaya girib. Bu da 4 mol NO2-yə əsasən müəyyən edirik ki, neçə mol oksigen reaksiyaya girəndə 4 mol NO2 verər. Bura X yazıram, 1 mol oksigendə 2 mol NO2 verir və buradan X-i tapırıq ki, 4 mol NO2 2 mol oksigendən əmələ gələr. İndi B bərabərdir. Yəni B qarşıda olan B-ni götürürəm, oksigenin başlanğıc mol miqdarı. 3 mol artıq qalan, üstə gəl, indi də müəyyən etdik ki, 2 molda reaksiyaya daxil olan oksigen. Deməli, başlanğıcda oksigenin mol miqdarı 5 mol olub. 5. Bizdən də B böl A nisbətini istəyir. Ona görə 5-i bölürük, A-nı da 4 tapmışıq, 4-ə. Bu da bərabərdir, edər 1,25. Deməli, B böl A nisbəti 1,25-ə bərabərdir. Doğru cavab A variantı. Demək, biz nə etdik? Birinci, orta molyar kütləyə əsasən qarışıqda olan NO2-nin mol miqdarını müəyyən etdik. NO2-nin miqdarına əsasən sərf olunan NO-nu və oksigeni hesablayaraq başlanğıc qaz qarışığının mol miqdarını müəyyənləşdirdik. 8-ci sual. 8-ci sualda etan və asetilin qazları qarışığının tərkibində karbon atomlarının mol sayı 2 mol, hidrogen atomlarının mol sayı isə 2,4 mol olarsa, qarışıqdakı etanın həcm payını müəyyən edin deyilir. Deməli, qarışıqda C2H6 və C2H2 var və deyir ki, karbon atomlarının mol sayı 2-dir. Deyək ki, bu A moldur, bu B moldur. Karbon atomları burada olacaq 2A, üstə gəl, bunun da tərkibində karbon atomlarının sayı 2B. Və bunu bizə verib ki, bu 2-yə bərabərdir. Deyir ki, etan və asetilin qaz qarışığının tərkibindəki karbon atomlarının mol sayı 2. Yəni, bizim yazdığımız bu şəkildə. Hidrogen atomlarının mol sayı isə 2,4-dür. İndi hidrogen atomlarının sayı 6A etanın tərkibində, 2B-də asetilinin tərkibində və bunu bizə verib 2,4-ə bərabərdir. Və gördüyünüz kimi tənliklər sistemi alındı. Buradan deməli 4A bərabərdir 0,4, A bərabərdir 0,1. Demək, biz müəyyən etdik ki, etan 0,1 mol olub. 0,1 mol C2H6 olubdur. Və bizdən də elə etanın həcmini istəyir. Ona görə doğru cavab 0,1 mol etan da 2,24 litr deməkdir. Ona görə doğru cavab D variantı 2,24 litr. 9-cu sualda qeyd edirəm. Deməli, verilən düstura əsasən həll edirəm. Birli karbon sayı bərabərdir. Alkaden atom zənciri olduğuna görə 2 üstə gəl. Bu birinci və sonuncu karbon atomunu göstərir. Üstə gəl, ikili karbon atomu sayı vurulsun 0. İkili karbon sayı vurulsun 0. Üstə gəl, üçlü karbon sayı vurulsun 1. Üstə gəl, dörtlü karbon sayı vurulsun 2. Və buna əsasən verilənləri yerinə yazıb hesablayırıq. Burada əslində ikili karbon sayını 0-a vuranda elə 0 olacaq. Üçlü karbon sayını da 1-ə vuranda elə özü edəcək. Deməli, ancaq 2 üstə gəl, üçlü karbon sayı üstə gəl, dörtlü karbon sayı vur 2 şəklində yazacaq. İkili karbon atomlarının sayı N-1-dir. Deməli, birli karbon sayı bərabərdir 2 üstə gəl. Burada ikili karbon atomlarının sayı N-1 olsa da nəzərə almırıq. Çünki 0-a vurulanda sıfırlanacaq. Üçlü karbon atomunun sayı N üstə gəl 1-dir. N üstə gəl 1. Üstə gəl, dörtlü karbon atomlarının sayı N-1-dir. N-1 isə dörtlü karbon atomunun verdiyinə görə vururuq 2-yə. 2-yə və buradan ifadəni həll edirik. Birli karbon sayı bərabərdir. Demək, 2 üstə gəl. Onu da topladıqda 2-lər gedəcək, çıxılsın 2, cavab edəcək 3-ün üstə gəl 1. Doğru cavab 3-ün üstə gəl 1, C variantı. 10-cu sualda tarazlığa aid məsələdir. Deməli, A üstə gəl B, alınır C üstə gəl D və hər birinin qaz olduğuna diqqət yetirin. Hər biri qazdır. Və bu reaksiya üçün KT-ni verib 9-a bərabər.
Qabın da 1 litrlik olduğu qeyd olunursa, deməli verilən mol miqdarlarına elə qatılıq kimi baxa bilərik. Deyir ki, tarazlıq halında qabda müəyyən miqdar A, A-nın nə qədər olduğu verilməyib. 3 mol B, hərəsinin öz altından yazıram. 27 mol C, 27 mol C olub və 3 mol D var imiş deyir. Bu qaba 24 mol D əlavə edilib, yenidən alınan tarazlıq halı yaranıb sistemdə və son tarazlıq anında qabda neçə mol D olduğu istənilir. Biz burada A-nın qatılığı bəlli deyil, amma biz KT-ni verdiyi üçün ondan istifadə edib bunu hesablaya bilərik. Buradan KT bərabərdir 9, bərabərdir məhsulların qatılığın başlanğıca bölməliyik. Yəni 27 vurulsun 3 bölünsün A-nın qatılığını x ilə ifadə edirəm. X vurulsun B-nin qatılığı. Buradan 27x bərabərdir 81-ə, x bərabərdir 3 və müəyyən etdik ki, A-nın qatılığı 3 olub. Yazdım yerinə. İndi həmən reaksiyanı bura köçürüm. Üzərində izah etmək aydın olsun, orada yer qalmadı. Demək, birinci tarazlıq halında qabda olub 3 mola, 3 mol B, 27 mol C və 3 mol D. Sonra bizə qeyd edir ki, 24 mol D maddəsi əlavə olunub. Deməli, D var imiş 3 mol, sonradan yenidən 24 mol D maddəsi əlavə olunub. 24 mol D maddəsi əlavə olunanda, D maddəsi əlavə olunursa, tarazlıq sola doğru yönələcək. Sola doğru yönəldikdə C və D-nin mol miqdarı azalacaq, A və B-nin isə mol miqdarı artacaq. Və hər birində əmsal yoxdur deyə azalma, artma bir-birinə bərabər olacaq. Deyək ki, 3 mol idi D maddəsi, 24 molu əlavə olundu, sonda oldu qabda 24 mol D maddəsi. Və bundan hər dəfə A mol sərf olunanda C-dən də A mol sərf olunacaq. Çünki əmsal 1-dir. D-dən 1 mol sərf olunursa, C-dən də 1 mol sərf olunacaq. Sərf olunma, yəni həmin maddələrin mol miqdarı azalacaq. A və B-də isə hər dəfə C və D-dən 1 A mol sərf olunduqda, A və B-nin mol miqdarında isə A mol artım olacaq. Yəni, onlar nə qədər azalıbsa, A və B-nin mol miqdarında da həmənki mol miqdarı qədər artım olacaq. İndi görək sonda, qabda həmən maddələrin miqdarı nə qədər olur? Burada olacaq 27 idi, A qədər azaldı, 27 çıx A. C maddəsi elə əvvəldən 27-dir, A mol sərf olunacaq. Yenə C-nin qatılığı da sonunda 27 çıx A olacaq. B isə əvvəl qabda 3 mol var idi. A mol alınarsa, A mol artım olacaq miqdarında. Həmçinin də A-da da eyni vəziyyətdir. 3 üstəgəl A qədər maddə olacaq. Tarazlıq sabiti sabit temperaturda verilibsə, elə 9-a bərabər olacaq. Yəni, istənilən tarazlıq halında bu reaksiya üçün 9-a bərabər olacaq temperaturun sabitliyi şərti ilə. Ona görə yenidən KT-ni yazıram. KT bərabərdir 9. Bu da bərabərdir C və D-nin qatılığı. C-nin qatılığı vurulsun D-nin qatılığı. Yəni, 27 çıx A vurulsun 27 çıx A. Bölünsün başlanğıc maddələrin qatılığı. Yəni 3 üstəgəl A, 3 üstəgəl A vurulsun 3 üstəgəl A. Və bunu bərabər edirik, 9-a bərabər etmişik. 9-a bərabər etdik. 9-u da 3-ün kvadratı şəklində yazıram. 3-ün kvadratı bərabərdir. 27 çıxılsın A kvadratı bölünsün 3 üstəgəl A kvadratı. Hər biri eyni olduğuna görə elə kvadrat şəklində yazdım. Buradan kvadratlar islah olunur. Və qalacaq 3A üstəgəl 9 bərabərdir 27 çıx A. Buradan 4A bərabərdir 18-ə, A bərabərdir 4,5-ə. Biz nəyi müəyyən etdik? A-nın qiymətini. Sonda sual belədir. Son tarazlıq anında qabda neçə mol D olar? D var idi 27, A qədər sərf olundu. Yəni 27 molun 4,5-i sərf olundu. Deməli, sonda qabda qalacaq 22,5.